Taha surəsi Məkkədə nazil olub. Bilirsiniz də Peyğəmbər Məkkədə yaşayıb və ondan sonra Mədinəyə köçüb. Bir dəstə müfəssirlər deyirlər ki, Taha Peyğəmbərin adlarından biridir. Misal olaraq Yasin kimi. Misal Yasin surəsində deyirlər, o Yasin Peyğəmbərin adlarından biridir. Peyğəmbərə müraciətdir. Taha surəsində də həmçinin deyirlər, Taha Peyğəmbərə müraciətdir. Amma ümumən hüruf-u müqəttə haqqında alimlərin, müfəssirlərin ümumi nəzəri budur ki, bunlar kodlaşdırılmış kəlmələrdir, tam olaraq açılmır. Əlif, lam, mim, Taha, Yasin və bu kimi. İkinci ayə budur. Mə ənzəlnə aləkəl Qur'anə litəşqə. Bu ayəni izah eləyək. Ardıca buyurur ki, illə təzkirətən limən yaxşa. Peyğəmbərə müraciətdir. Biz bu Qur'anı sənə nazil etmədik ki, öz vəziyyətə salasan. Yəni, niyə görə öz vəziyyətə salırsan? Niyə görə Peyğəmbər əziyyətə düşürdü? Burada hansı əziyyətdən söhbət gedir? Bir dəstə müfəssirlər deyirlər ki, Peyğəmbər gündüzləri ki, insanlarla birgə olurdu, insanların bütün ağrılarını, acılarını yaşayırdı. Ona görə də gecələr ibadətdən doymurdu Peyğəmbər. Gecələri o qədər ibadət edirdi ki, bir rəvayətə görə Peyğəmbərin ayaqları namaz qılmaqdan şişirdi. Bir dəstə deyirlər ki, Allah Peyğəmbərə demək istəyir ki, namazı da bu qədər qılma. Yəni, özünü əziyyətə salma, ibadəti orta həddini tut. Bu ayədən belə başa düşürük, əgər bu təfsiri götürürsək, Allah bizim hər birimizə başa salmaq istəyir ki, biz o qədər namaz qılan deyirik, ayağımız şişsin. Amma ki, Allah bizə başa salmaq istəyir ki, ibadətində bir orta həddini tutun. Bəzən insan ibadətə vurular, bir şeyə bağlanar və onu çoxaldar. Deyir, orta həddini tut ki, hər şeyə vaxt çatdıra biləsən. Yəni, hər şeyi öz vaxtı qədər edəsən. Artığın icazə vermirlər bizə. Amma əsas müfəssirlərin dayandıqları məsələ budur ki, mən bunun üzərində dayanacağım. Əsas məsələ budur ki, Peyğəmbər özünü əziyyətə salma. Yəni, insanların günahlarına görə qəlbini çətinliyə salma. Və bu, Quran-ı Kərimin digər ayələrində də var. Bir neçə ayədə var, başqa formada. Bir yerdə buyurur ki, Kəhf surəsində buyurur ki, az qalır özünü öldürəsən. Bunları hamısını izah edəcəm. Az qalır özünü öldürəsən insanlar üçün, Peyğəmbərə buyurur. Başqa bir yerdə buyurur ki, Peyğəmbərə çox ağır bir dərddir insanların günah etməsi, insanların çətinə düşməsi. Quran-ı Kərim Peyğəmbəri belə təqdim edir. Peyğəmbərin ürəyindən danışır Allah. Bir nəfər əgər insanların imanlı olmasını istəyirsə, insanların xoşbəxt olmasını istəyirsə, sözlər kifayət eləmir insanların xoşbəxt olması üçün. Sözlər insanları dəyişməyə, insanların həyatında güclü təsir qoymaya kifayət eləmir. İnsanların dəyişməsi üçün həm də ürək lazımdır. İnsanların dəyişməsini ürəklə, qəlblə istəməlisən. Onlar üçün qəlb yandırmalısan. Onlar üçün qəlb yandırmaq üçün sən özün gərək Allaha gedən yolu anlayasan, Allaha gedən yolu tam başa düşəsən ki, və qiyamətə iman gətirəsən, orada olan xəbərlərə iman gətirəsən ki, və sən görə biləsən, bu işlərin axırı sonu hara gedir. Və sənin bundan xəbərdar olmağın olduqca mühümdür. Sən bilməlisən ki, bu cəmiyyətin əgər bu addım atsalar, bu səhvə eləsələr, bunun sonu nə ilə nəticələnəcək? Və sən özün ona iman gətirməlisən, özün ona yanmalısan, özün onu başa düşməlisən ki, və sən cəmiyyətin digər üzvləri üçün də can yandırmağı bacarasan. Əks halda özün başa düşmədiyin şeydə digərləri üçün can yandırmayacaqsan və yaxud digərlərinin günahı üçün can yandıra bilməyəcəksən. Çünki özün başa düşə bilmirsən. Misal olaraq görsək ki, bir nəfər odun içinə düşür, məlumdur, biz bilirik ki, əminik ki, o da adamı yandırar. Və bacardığımız qədər də, bacardığımızdan da artıq fədakarlıq edirik ki, onu oddan xilas edək. Və yaxud da kimsə bizi görsə, bacardığı qədər çalışır ki, bizi oradan xilas eləsin. Amma maraqlıdır ki, insan günah eləyəndə cəhənnəm oduna gedib çata bilər, Allahın əzabı ilə qarşılaşa bilər. Niyə görə insanlar, möminlər bir-birləri üçün, misal üçün, burada bu qədər yanmırlar?
dünyada gördüyü odda fədakarlıq eləyir, qaçır onu oddan xilas eləmək istəyir və yaxud hər hansı bir təhlükə ilə üzləşəcəksə onu son dərəcə xilas eləmək istəyir. Amma insan evladını mı deyim, qardaşını mı deyim, əzizini mi deyim, amma gəlir günahdan bu növ xilas eləməyə çalışmır. Niyə görə? Çünki günahın sonunda da özü də tam olaraq nəyin dayanacağından xəbərdar deyil. İzah eləyə bilirəm, tam olaraq onu anlamır. Özü anlamadığı üçün nədə anlayır, onda xilas edir. Baxın, insanları necə xoşbəxt eləmək istəyir? Nədə görürlərsə xoşbəxtliyi, orada da xoşbəxt eləmək istəyirlər. Və nədə görürlərsə bədbəxtliyi, oradan da qaçırırlar. Amma insanlar axirətin əzabını görmədikləri üçün, biz axirətin əzabını görmədiyimiz üçün və bunu dərindən anlamadığımız üçün insanların günah etməsi də bizi o qədər də narahat eləmir. Biz misal üçün Peyğəmbər kimi narahat olaq insanlar, çünki bunlar günah eləyirlər, sonları belə olacaq. Amma Peyğəmbərə baxırıq, görürük ki, Peyğəmbərin qəlbi çox narahatdır. Yəni, o qədər narahatdır qəlbi ki, Allah sanki məcbur olur ki, Peyğəmbərə təsəlli versin. Buyurur ki, biz bu Quranı sənə nazil etmədik ki, sən özünü çətinliyə salasan. Başqa bir yerdə buyurur ki, ayənin ardında deyəcəm, başqa bir yerdə buyurur, Quran-ı Kərimin başqa bir ayəsində buyurur Peyğəmbərə ki, sən yalnız və yalnız xatırladansan. Sən xatırlatmağa gəlmirsən. Başqa bir ayədə buyurur ki, sən qorxudan və bəşarət verənsən, xəbərdar eləyənsən. Sənin bundan başqa işin yoxdur. Amma baxmayaraq ki, Peyğəmbərə Allah deyir, xatırlat və səlam. Amma belə deyil. İmam Sadiq əleyhissalam buyurur ki, bizim işimiz çox çətindir. İmam Sadiq buyurur. Ona görə Peyğəmbər düşür çətinliyə, Peyğəmbər düşür dərdə. İmam Sadiq buyurur ki, biz insanları çağırırıq, gəlmirlər. İnsanları dəvət edirik, gəlmirlər. Dəvət eləməsək, azğınlığa düşürlər. Yəni, deməli, iki yol var. Daha doğrusu, əslində bir yoldur. Bir yoldan çıxmaq azğınlıqdır artıq. Çünki ikinci bir yol yoxdur. İmam Sadiq əleyhissalam buyurur ki, biz qalırıq, necə eləyək? Onları çağırırıq, gəlmirlər və dəvət eləməsək, əl götürsək onlardan düşürlər, azğınlığa dərd götürür bizim ürəyimizi. Fikir verirsiniz, nə qədər yanır. İmam Sadiq əleyhissalam belə baxır. Peyğəmbər salavatullahın üstünlüyü ondadır ki, o vəzifəsindən ən yaxşı mənada artıq addım atır. Vəzifəsindən artıq addım atır. Burada düzdür Allah buyurur. Baxın, mə ənzəlnə aleykəl Qur'anə litəşqa. Biz bu Quranı sənə nazil etmədik ki, özünü dərdə salasan. Bu bir ayə. Ləalləkə baxun nəfsək. Az qalır özünü öldürəsən. Bu iki ayə. Azizun aleyhima ənittum. Təbliğatçı Peyğəmbərdir, çatdıran Peyğəmbərdir. Amma sanki Allah gəlir özü də Peyğəmbərin əvəzindən də başlayır danışmağa ki, Azizun aleyhima ənittum. Sizin üçün bir dənə Peyğəmbər gəlib ki, sizin başınıza gələn problemlər onun üçün ağır bir dərdə çevrilib. Yəni, diqqətli olun, Peyğəmbər danışmalıdır bunları hamısını. Peyğəmbər deməlidir, elə deyil. Peyğəmbər vəzifəsini icra eləyir. Allah sanki kənardan əlavə olaraq gəlir insanlara başqa bir ailə deyir ki, baxın, görün sizin üçün necə can yandırır, necə ürək parçalanır sizin üçün, nə qədər ağırdır onun üçün. Heç olmasa onun ürəyinin dərdini nəzərə alın. Bu şeyləri eləməyin ki, onun ürəyi dərdə düşməsin. İmam Səccad əleyhissalamın duasında var, bilirsiniz o duanı deyir, İlahi, əgər məni bağışlasan, Peyğəmbərimin ürəyi şad olacaq. Əgər məni bağışlamasan, Peyğəmbərimin ürəyi qəmgin olacaq. İlahi, mən istəmirəm Peyğəmbərimin ürəyini qəmgin eləyəsən. Məni bağışla ki, onun ürəyi şad olsun. İmam Səccad əleyhissalamın duasıdır, üzr istəyirəm. İmam Sadiq dedim, səhv eləmirəmsə. İmam Səccadın duasıdır. İmam Sadiq əleyhissalamın, İmam Baqirdən də var bu hədis. Deyəcəyim hədis İmam Sadiqdən də var. Buyurur ki, sizin əməlləriniz Peyğəmbərə göstərilir. Əməlləriniz Peyğəmbərə göstərilir. Peyğəmbər orada günah görsə, Peyğəmbərin halı dəyişir. Maraqlıdır, adam necə ürək yandırır ki, onun tamamilə halı dəyişir. Peyğəmbərin halı dəyişir, Peyğəmbər çox qəmgin olur. Ona görə bizə deyirlər ki, Peyğəmbəri sevin, Peyğəmbəri sevin. Çünki ən sevilməyə layiq olan Peyğəmbərdir. İndi İmam Sadiq burada
əzabla qorxutmur. Və cənnət şövqü ilə də məni günahdan çəkindirmək istəmir. İmam Sadiq yeni bir yol tapıb və ən əsas, ən köklü yol da bu yoldur. İnsanlar bu yolla xilas ola bilərlər. O da nədir? Deyir, nə cəhənnəm söhbət edirəm səndən, nə də cənnət söhbət edirəm. Nə cənnətə getməyin üçün deyirəm hərəkət elə, nə də cəhənnəmdən xilas olmağın üçün hərəkət elə. Mən deyirəm sənə ki, İmam Sadiq bunu demək istəyir. Mən deyirəm sənə ki, Peyğəmbərin ürəyi narahatdır. Görün, nə əzəmətli hədisdir. Mən deyirəm ki, Peyğəmbərin ürəyi narahat heç olmasa ona görə eləmə. Fəlizalikə fəla təsuə Rəsuləllah fəsurruhu. Deyir, belə olduğu halda bilirsiniz ki, Peyğəmbər narahat olur, onu qəmgin eləməyin, sevindirin onu. Peyğəmbərin ürəyini şad edin. İnsan Allaha desin ki, ilahi, mən bunu nə cəhənnəmin əzabının qorxusundan edirəm, nə də cənnətin şövqündən. Mən bunu edirəm ki, Peyğəmbərin ürəyi şad olsun. Mən bu işi Peyğəmbəri sevindirmək üçün edirəm. Mən bu işi İmam Hüseyni sevindirmək üçün edirəm. İkinci ayədə Allahın bizə işarə etdiyi məsələ nədir? Peyğəmbər narahat olma. Qəmgin olma. Niyə qəmgin olmasın? Nə olacaq? Niyə qəmgin olmasın Peyğəmbər? Onsuz da sənin qəmin bəzi insanları düz yola gətirməyəcək. İkinci məsələ budur. Sənin qəmin bəzi insanları düz yola götürməyəcək. Niyə görə? İlla təzkirətən limən yaxşı. Mən səni niyə göndərmişəm? Mən sənə göndərmişəm ki, Peyğəmbər xatırladasan. Sən xatırlad. Sənin işin budur. Deməli, insan əslində hər şey insanın yadındadır. Hər şey insanın yadındadır. Fəqət insanın yadından çıxaran günahdır, insanın yadından çıxaran dünyaya ən, belə deyək, aşkar mənada dünyaya olan bağlılıdır ki, insana unutturub həqiqəti. Bəzi insanlar olurlar ki, onlara bir kəlmə bəs eləyir. Bir cümlə kifayətdir ki, həyatları dəyişsin. Bir cümlə bəs. Amma görürsən, bizim kimi adamlara 10 cümlə deyilir, misal üçün. Baxırsan ki, söz deyəndə problem yoxdur da, yəni bu söz deyən nə qədər adamın ürəyini dəyişə bilib. Bu adam dəyişə bilir. Mən dəyişəmirəmsə, deməli, nələrsə var məndə. Mən çox unutdurum. Təzkirə xatırlatmaq niyə lazımdır? Bir təzkirə xatırlatmaq bilgi deyil. Bir var bilgi, bir şeyi bir dəfə bildirdin ona, yol buradandır. Dönürsən sağa, gedirsən məqsələbə çatacaqsan. Bu bilgidir, bildirdin ona. İndi hər gün bir adam bir dəfə səndən yol soruşub. Çaşıb yol soruşub. Hər gün onu görəndə deyirsən ki, sağa dön, get, sağa dön. Bu bilgidir, bu bilgidir. Bilgidə bir də bildirdin, daha xatırlanmağa ehtiyac yoxdur. Amma həqiqətləri isə, insanın köklü həqiqətlərini isə hər gün xatırlatmağa ehtiyac var. Niyə görə? 2 dənə məsələ nöqtəni deyəcəm burada. Hər gün xatırlatmağa ehtiyac var. Səbəb nədir? Çünki insan hər gün, Quran-ı Kərim nə buyurur? Quran-ı Kərim buyurur ki, sizə göz vermişik, qulaq vermişik, ağız vermişik və bunlara görə məsuliyyət daşıyırsınız. Deməli, insanın hər gün qəbul etdiyi bütün informasiyalar, bütün məlumatlar və özünün danışdığı cümlələr, bunlar hamısı insanın içində olan dəyərləri unutmağa səbəb olur. İnsan həqiqətləri başlayır unutmağa. Hər gün eşitdiyi cümlələr, bir cümlə insanın nə qədər həqiqətini unutdura bilir ona. Bir hərəkət insanın, belə deyək də, gözəl bir halını dəyişə bilir. Niyə görə dəyişə bilir? Çünki unutdurur da ona. İnsan bunların vasitəsilə unutduğu üçün Peyğəmbərə tez-tez Allah Quran-ı Kərimdə deyir ki, Quran-ı Kərimdə bu ayələr çoxdur. Misal üçün, başqa bir ayə var, fəzəkkir, fəntə, müzəkkir. Xatırlat ki, sən xatırladansan, Peyğəmbərə buyurur. Tez-tez deyir, ona xatırlat. Niyə xatırlar? Çünki hər gün bu itirir. Hər gün itirdiyi üçün sən buna xatırlat. Həqiqətlərə xatırlat. Amma kimə xatırlat Peyğəmbər? Şərt də qoyub Allah. Kimə xatırlat? İndi bizdə var, misal üçün, bir dənə adam gördük ki, namaz qılmır, yapışırıq ondan da, yəni namaz qılsın bu. Yox, duymalısan ki, o istəyirsə ona deməlisən. Çünki sözün münbit şəraiti olmalıdır. Onun bir münbit halı olmalıdır. Münbit hal, biz qorxuruq ki, yox, mən ürəyim yanır deyirəm. Ürəyin yanır, düz deyirsən, amma düz yanmır. Ürəyin yanır, amma addımın düz deyil. Düz deyirsən, ürəyin yanır. Burada nə eləyə bilərsən? Ürəyin yanırsa dua elə onun üçün. Bu başqa məsələ. Amma nə qədər ki, halı o hal deyil, sən nə qədər xatırlasan da onun üçün yük olacaq. Əksinə, ola bilər ki, sən onun yaxınlaşmasını daha da gecikdirəsən.
Çünki o halda deyil. Çünki halı bu dəqiqə o vəziyyətdə deyil. Niyə görə şərt qoyur? Kimə xatırlada biləcək Peyğəmbər? Yəni, adi insanlara hamısını qoyduq kənara. Peyğəmbər kimə xatırlada bilər? Bəzi insanlar var, görürsünüz, deyirlər ki, haqqı deyin. Haqqı deyin, səsləndirin, danışın. Bilmirsən, niyə danışasan, niyə deyəsən? Axı, bir adam ki, eşitmək halı yoxdur. Onun eşitmək bacarığı yoxdur. O haqqı eşidə bilmir. Onun bağlıdır. Bütün qəlbi möhürlənib. Quran-ı Kərim buyurur ki, gözlərində pərdə çəkilib, qəlbi möhürlənib. Ona xatırlamaq, o bilmir ki, misal üçün bu olmaz. O halda deyil ki, ona haqqı deyəsən. İzah edə bilirəm. O halda deyil ki, ona haqqı deyəsən. Fikirləşir, yox, mən sözüm oldu, elə deyirəm. Sözüm oldu, mən eşitdirirəm. Elə bilir ki, hər həqiqəti danışmaq, eşitdirmək cəmiyyətə faydalıdır. Hər həqiqəti həmişə danışıb, eşitdirmək, xatırlatmaq cəmiyyətə faydalıdır. Əksinə, ziyandır. Ziyandır. Çünki onu o eşitmək halında deyil. Eşitmək halında deyil. Təsəvvür edin, imamlar görmüsünüz də Əbbasi xəlifələrin dövründə ya Əməvi xəlifələrin dövründə. Onlara gəlib nəyi xatırlasınlar? Axı, eşitmək istəmir. O halda deyil. Çünki onu qəbul edəcək halda deyil. Eşitmək istəmir. Ona görə də bəzi sözlər var ki, insanlar var, görürsən, ürəyi partlayır. Deyir, mən dözə bilmirəm, görək neyəsə yazım. Axı, niyə yazasan? Niyə eşitdirəsən? Kimə xatırladasan? İzah edə bilirəm. Ona görə də zaman insanlar itirirlər həmişə. İlla təzkirətən limən yaxşa. Hə, şərti var. Kimin ürəyi Allahdan qorxursa, ona xatırlada biləcəksən. Ayələri gəlin birləşdirək. Və ma ənzəlnə aleykəl Qur'anə litəşqa. Biz bu Qur'anı sənə nazil etməmişik ki, özvü əziyyətə verəsən, özvü çətinliyə salasan. Peyğəmbər, bu qədər ürək yandırma. Sən öldürürsən özü ki, bircə onu da xilas edeyim. Bu sənin gözəlliyindir, bildiyi, amma edə bilməyəcəksən. Amma mümkün deyil. İlla təzkirətən limən yaxşa. Onlara xatırlada biləcəksən ki, onların ürəkləri xəşyəti var, Allahdan qorxurlar. Onların ürəklərində həyəcan var. Nə həyəcan var? Kimin qəlbi belədirsə, ona söz təsir edəcək. O həyəcan nə həyəcandır? Görəsən, Allahın qarşısında düz eləyirəm, ya səhv edirəm. Görəsən, bu günah bağışlanar, ya bağışlanar. Nigaranlığı var. Qəlbinin həyəcanı var. Buna deyirlər xəşiyyət. Qəlbinin həyəcanı var. Peyğəmbərə buyurur ki, kimin qəlbinin həyəcanı varsa, onu eşitdirə biləcəksən. Ona xatırlada biləcəksən, daha doğrusu. Kimin qəlbinin həyəcanı yoxdursa və onun böyük dərdi yoxdursa ki, mən islah olmaq istəyirəm, onun üçün heç bir əhəmiyyət olmayacaq. Sənin xatırlatmağın da əhəmiyyəti olmayacaq. Ona görə də Peyğəmbər, sən vaxtını bunlara sərf eləmə. Sən vaxtını o adamlara sərf elə ki, onların qəlblərinin xatırlanmağa, neysə xatırlamağa ehtiyacları var. Onlardan müğayyət olur ki, onlar səni gözləyirlər. Onların qəlbləri hazırdır ki, onlara neysə xatırladırsan, yola başlasınlar. Əgər sən istəsən ki, onu zəlalətdən, o köklü zəlalətdən çıxarasan, Peyğəmbər sənli deyil, hidayət, sən hidayət eləyən deyilsən, sən yalnız və yalnız çatdıransan, hidayət eləyən kimdir? Allahdır. Allah da onun bütün mexanizmindən xəbərdar olduğu üçün, o istəsə Allah onu hidayət eləyəcək, o istəməsə Allah onu hidayət eləməyəcək. Mümkün deyil. Ona görə Peyğəmbər bu ki, yada sal, haqqı, həqiqəti deyil. Kim istəsə iman gətirsin, görün nə qəşəng sözdür. Kim istəsə iman gətirsin, kim istəməsə küfür yolunu seçsin. Sən belə yol tut. Və burada bir nöqtəni də qeyd edeyim və yekunlaşdırdım. O nöqtə də bundan ibarət ki, bəzən də haqqı insanlara, bəzi insanlar belə deyirlər ki, mən onu haqla oturdum yerinə. Yox, bu haqqı bunun üçün deməzlər. Haqqı dəvət üçün deyərlər, həqiqəti dəvət üçün deyərlər. O insanlar ki, adi insanlar, onu dəvət üçün deyərlər. Yaxşı, ona görə fikir verin, Quran-ı Kərimdə buyurur ki, və xatəbəhumul cahilun qalu səlama.
Deyir, cahillər möminlərdən danışır. Möminlərə xitab eləyəndə, onları belə aşağılamaq istəyəndə salam deyərlər onlara. Mənası bilirsin, yəni nədən danışırsan? O da bizə təsir eləmir, sən bu belə yanaşman. İndi bu əgər çıxsa, bu da bunun qarşısında haqla dursun, ona belə deyək də cavab versin ki, onu əvəz çıxım ondan, o məni ələ salıb. Əgər ayələr əvəz çıxmaq üçün deyil, ayələr Allah qapısına dəvət eləmək üçündür. Əgər əvəz çıxmaq kimi, belə deyək, mövqeylərdə istifadə olunacaqsa, onda ayələrdən üzr istəyirəm, zəhər kimi istifadə eləmiş olduq. Və yaxud da hədislərdən zəhər kimi istifadə eləmiş olduq. Əksinə, daha da onu neynədik? Nifrətini artırdıq. Peyğəmbərə deyinə. Bəzi insanlar var, deyir, eşitmişəm, bəlkə siz də görmüsünüz, eşitmişsiniz. Deyir ki, gördüm ki, qəbul eləmək istəmirlər. Dedim, Peyğəmbər belə deyib. Qoydum onu Peyğəmbərin üzböz. Ən böyük cinayətdir bu. Ən böyük səhvdir bu. Kaş o adam mənlə üzböz qalsın, sənlə üzböz qalsın. Mənlə üzböz qalsa problem deyil, gedib Peyğəmbərə çata biləcək. Amma Peyğəmbərlə üzböz qoydun onu, Peyğəmbərə qarşı qıcığı yaratdınsa onun içində, o heç vaxt islah ola bilməyəcək. Və islah ola bilməməyinin səbəbi də sən olacaqsan. Ona görə də əmr bi məruf məsələsində deyirlər ki, hər adam əmr bi məruf eləyənməz, hər adam yaxşılığa dəvət eləyənməz, çəkindirə bilməz. Çünki sən qarşında dayananın halını duymalısan, tutmalısan ki, ona uyğun rəftar eləyəsən və hər kəsin də özünə uyğun sözü var. Ayəni oxuyum, tamamlayıram. Bismillahirrahmanirrahim. Taha mə ənzəlnə aleykəl Qur'anə litəşqa illə təzkirətən limən yaxşa. Peyğəmbər, biz bu Qur'anı sənə nazil etmədik ki, öz və əziyyətə salasan, yalnız və yalnız sən qəlbi Allahdan qorxanlar üçün bir xatırladansan. Bu Quran xatırlatmaq üçün gəlib. Kimin ehtiyacı varsa onlara xatırlat, onlar yola gedəcəklər. Amma məcbur eləyə bilməzsən, məcburiyyət yoxdur burada, məcbur eləsən də alınmayacaq, mümkün deyil, məcburiyyət yoxdur burada və sənin ürək yandırmağınla deyil. Bir insanın görə özünün də islah olmaq istəyi olsun ki, islah olsun. Əgər özünün olmasa, islah ola bilməyəcək. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.